Rusiya prezidenti Vladimir Putin yaxın şərqdə vəziyyətin gərginləşməsi fonunda Kremldə İranın Xarici İşlər naziri Abbas Araqçini qəbul edib. Putin İrana zərbələri heç bir əsası olmayan təcavüz adlandırıb. Araqçı isə öz növbəsində Amerika Birləşmiş Ştatlarının İrana zərbələrini pislədiyi üçün Rusiyaya təşəkkür edib. Təfərrüatı Moskvadan bizlə birbaşa bağlantıda olan xüsusi müxbirimiz Zakir Musayev bizə çatdıracaq. Zakir, sizi salamlayırıq efirimizdə. Sözü sizə ötürürük. Buyurun, eşidirik. Hər vaxtınız xeyir, Mümtaz. Bəli, bugün Kremldə İran-Rusiya münasibətləri baxımından əhəmiyyətli bir diplomatik görüş keçirildi və Rusiya prezidenti Vladimir Putin İranın Xarici İşlər naziri Abbas Araqçini qəbul edibdi. Ümumiyyətlə, Mümtaz, bu görüş xüsusilə son günlərdə İran ərazisində baş verən hadisələr, Birləşmiş Ştatların İranın nüvə obyektlərini endirdiyi hava zərbələri və ümumiyyətlə artan regional gərginlik fonunda keçirildiyi üçün diqqət mərkəzində idi və Rusiya prezidenti Vladimir Putin görüş zamanı bildirdi ki, Birləşmiş Ştatların bu cür zərbələrinin heç bir beynəlxalq hüquqi əsası yoxdur. O Rusiya tərəfinin İranın suverenliyinə və təhlükəsizliyinə tam dəstək verdiyini xüsusi olaraq vurğuladı və bildirdi ki, Moskvanın bu məsələ ilə bağlı mövqeyi Rusiya Xarici İşlər Nazirliyi tərəfindən aydın şəkildə bəyan edilir və Mümtaz, yeri gəlmişkən Rusiya Xarici İşlər Nazirliyinin daha əvvəl dərc olunmuş bəyanatına görə Rusiya Birləşmiş Ştatların İrandakı nüvə obyektlərinə hücumlarını pisləyir və həmçinin siyasi və diplomatik yola qayıtmağa çağırır. Abbas Araqçı isə öz növbəsində bu zərbələrin İranın legitim özünü müdafiə hüququ çərçivəsində cavablandırdığını dedi. O həmçinin Rusiya rəhbərliyinə ölkəsinə bu çətin dönəmdə göstərdiyi siyasi və diplomatik dəstəyə görə təşəkkürünü də bildirdi və Mümtaz, onu da əlavə edim ki, görüş zamanı Abbas Araqçı İranın ali rəhbəri və həmçinin də prezidentinin də rəsmi mesajlarını Vladimir Putinə şəxsən təqdim edibdi. Və Rusiyalı ekspertlərin fikrincə bu Tehranın Moskva ilə strateji tərəfdaşlıq əlaqələrini davam etdirməkdə nə qədər maraqlı olduğunu bir daha ortaya qoyur və həmçinin də bugünkü görüş bir daha sübut edir ki, Moskva və Tehran arasında münasibətlər yalnız qonşuluq prinsiplərinə deyil, həm də ümumiyyətlə ortaq göysəsi maraqlara əsaslanır. Belə, Mümtaz, Rusiya bürosundan bugünlük və bu saata çatdırmaq istədiklərim bunlardan ibarət idi. Söz yenidən sizdədir.